nəyi? Passive voice. Hansı cümlə? Birinci gəlin ondan başlayaq. Hansı cümlə passive voice-dadır? Sizə deyəcək ki, choose the correct sentence in the passive voice. Deməyəcəklər change, dəyiş. Deyəcək passive voice-da olan düzgün cümləni seçin. Niyə eləyəcəksiniz? Gördünüz ki, cümlə sual cümləsidir. Gördünüz ki, cümlə sual cümləsidir. Və cümlənin sonunda sifət varsa, o passive voice deyil. Nə deməkdir? Baxın, tutalım deyirəm ki, was, the book. Nə deyək? You bought. Interesting. Yaxud da ki, interesting deyək, hə? Interesting. Siz yazın. Deməli, bu cümlə, bax, sual cümləsi, qoyuqdası yolun burada sualı, hə? Deməli, interesting. Gördünüz ki, burada cümlənin sual cümləsidir və sizə də başlıqda deyir ki, passive voice-da olan cümləni seçin. Götürərsiniz bunu, passive voice, hə? Yox. Baxın, cümlə sual cümləsidirsə və cümlənin sonunda sifət gəlirsə, sifət, zərf yox, bəzən inşallah qarışdırılar. Sifət gəlirsə, siz onu passive voice götürə bilmərsiniz. Niyə? Çünki to be-nin forması burada ona aiddir. Bu cümləni bir dənə çevirin nəqli cümlə. Deyirsən ki, the book you bought was interesting. Sənin aldığın kitab maraqlı idi. Burada to be-nin forması interesting sözünə aiddir. Bought sözünə aid deyil. Bir də təkrar edirəm. Ümumiyyətlə, məhsul növdə biz bilməliyik ki, to be-nin formasından sonra neçənci forma fe'l gəlməlidir? Üçüncü formalı. Və yaxud da qaydası id ilə olmalı. Bu bunun quruluşudur, düzdür? Və to be-nin forması müddət şəkildə həmin o fe'lə aid olmalıdır. Amma bu tipli cümlələrdə siz fikirləşməlisiniz ki, bəzi uşaqlar burada you verilmir, belə verilir. Belə də verilər. Deyir ki, was the book bought? Tutam ki, yesterday interesting. Dünən alınmış kitab maraqlı idi. Çox uşaq bunu çaşır, bozu görür, bozu. Sonra burada da boat'u görür, elə bilir ki, bu ona aiddir və onu passive voice götürür. Amma gördün ki, cümlənin sonunda sifət dayanır, birinci passive voice ola bilməz. Yadda qalar. Və yaxud da başqa bir cümlə deyirəm. Deməli, və yaxud da başqa bir cümlə düşürür sizə. Tutam, yazır ki, nə deyək, are these və yaxud da those, deyək ki, yenə də books, bought, yesterday, və yaxud da çaşdırmaq olaraq belə də verirlər. Deyək ki, buy him. Deyir ki, yours. Hə, düzdür, are those books bought by him yours. Aha, indi diqqətlə qulaq asın. Bu cümləni passive voice götürə bilərsiniz? Yox. Niyə görə götürmür? Cümlənin sonunda nə gəlir? İsimsiz işlənən gəlir cəbəsi. Qoyunu aydın şəkildə yazın, deyəcəyim sizə. Deməli, nə dedik biz? Yours dedik, səninkidirmi? Bax, bu eyni ilə passive voice oxşayır. Fikir verin, buy him var, bought var. Amma bu bought var, ümumiyyətlə fe'lin üçüncü forması cümlədə ya xəbər olur, ya da təyin olur. Azərbaycanda var, fe'l sifət. Deyirsən ki, onun tərəfindən alınmış kitablar səninkidir, yəni onun aldığı kitablar səninkidir. Burada əslində və aldığı sözü təyin kimi işlənir. Sizin lap belə dərinə düşünməyinizə ehtiyac yoxdur. Bilin ki, cümləniz sual cümləsidirsə və cümlənizin sonunda isimsiz işlənən yərək əvəzliyi varsa, o passive voice deyil. İsimsiz işlənən yərək əvəzlərimiz hansıları idi? Mine, yours, ours, hers, nə bilim, his, theirs. Bunlar nədir? İsimsiz işlənən yərək əvəzlər, düzdürmü? Deməli, gördünüz ki, cümlənin sual cümləsidir. Və cümlənizin sonunda sifət və yaxud da isimsiz işlənən yərək əvəzliyi varsa, biz onu passive voice götürə bilərikmi? Qətiyyən götürə bilmərik. Yadda qalar. Deməli, cümlə, sual cümləsini atlayaq, nə bu cümlə deyil. Sual cümləsidirsə cümləniz və cümlənin sonunda nələr olarsa, sifət olarsa, bir də isimsiz işlənən yərək əvəzi olarsa, biz onu passive voice götürə bilmərik. Sual cümləsi olanda həmişə axıra qədər baxın. Cümlənin sona qədər oxuyun. Görün, axırda varmı orada nəsə sifətdən, nə bilim, isimsiz işlənən yərək əvəzlərindən varmı? Varsa onu passive voice götürməyəcəksiniz. Aydındır. Niyə? Çünki burada bu təyin kimi işlənir. Orada to be-nin formu, siz bunu nəqli cümləyə çevirsəz də tapa bilərsiniz. Deyirəm ki, those books bought by him are yours. Onun aldığı kitablar səninkidir. Sual da verəndə to be-nin forması gəlir qabağa.
Yəni bu cür dəliyindən bilməsəz də olar. Bilin ki, yəni cümlənin sonunda gəlirsə, isim işləri gəlirsə və yaxud da sifət gəlirsə, onu passive voice götürməyəcəksiniz. Yadda qalar. Sonra nə düşə bilər sizə? Baxın, there is, there are ifadəsi ilə olanlar. Misal üçün, there is nə idi? There is və yaxud da there are. Var, vardır. Var idi deyəndə necə deyirdik? Var idi deyəndə. Hə, there are, keçmiş zamanda. Keçmiş zaman necə deyirdik? Deyirdik ki, there was və yaxud da cəm isimdirsə nə deyirdik? There were. Cümlə belə başlayanda zaten tapmaq rahatdır. Görsən ki, there is, there was başlığından başlayıb. Sən bilməzsən ki, burada to be-nin forması D sözünə aiddir və biz bunu passive voice götürə bilmədik, qətiyyən. Bunu belə tapmaq rahatdır, amma sual cümləsində uşaqlar çaşırlar. Sual cümləsi necə ola bilər? Tutalım deyirəm ki, tutalım. Nə deyək? Deyək ki, were, there, nə deyək, var idi mı, nə var idi, deyək ki, deyək ki, interesting films, nə bileyim, nəsə, oyuncaqlar deyək. Were there toys, deyək ki, harda, were there toys, alma cəmləri, boat, deyək ki, boat, by him, nə bileyim, in the room, düz oldu cümlə görək. Otaqda onun aldığı oyuncaqlar var idi, özündən, indi bulasın. Deməli, bu cümlədə də uşaq çaşır. Niyə? Görür ki, burada by him var, üstə gəldə burada üçüncü formalı feil var. Və to be-nin də formasını görən kimi deyir ki, aha, bu passive voice-dir, amma passive voice deyil. Niyə passive voice deyil? Çünki bu var məna deyir ki, otaqda onun aldığı oyuncaqlar varmı? Var idi mi? Burada, bax, gördünüz ki, to be-dən sonra ən izardı, was, were, ondan sonra bu there ifadəsini gördünüzsə, bilməlisiniz ki, o məhcul növ deyil. Niyə? Çünki buradakı both təyin kimi istifadə olunur. Toys'un təyinidir, yəni alınmış oyuncaqlar. Hansı oyuncaqlar? Alınmış oyuncaqlar. To be-nin forması isə burada there sözünə aiddir. Deməli, cümləmiz sual cümləsidirsə, cümlə nəyə başlanarsa, were there və yaxud da was there, bunlara fikir verəcəksiniz. Sonra nə başlanarsa, is there və yaxud da are there, bu ifadələrlə başlanırsa, bilməlisiniz ki, o cümlə məhcul növ deyil. Yadda qalar. Deməli, nə dedik? Cümlə there is, there are ilə, there was, there were ilə və yaxud da bunların sual forması ilə was there, were there və yaxud da nə bilim, is there, are there ilə başlanırsa, o cümlə passive voice deyil. Aydındır. Sonra başqa bir şey verirsə. Deyir ki, she has been late. Nə deyək? Deyək ki, for, nə deyək? Deyək ki, for the school, yaxud da for the lesson, dərsə gecikir. Bu cümləni passive voice götürə bilərsiniz? Yox. Niyə götürmürük? Götürməli feil yoxdur. Heç cümlədə feil yoxdur. Çox uşaq elə bilir ki, bu həzbini görən kimi elə bilir ki, burada passive voice-dur. Yadınızda qalsın ki, have been-dən sonra yalnız üçüncü formalı feil gələrsə o passive voice-da. Sifət gələrsə, late nə deməkdir? Gec. Late feil deyil uşaqlar. Late həm sifət, həm zərf olan sözdür. Gec mənası verir. Sadəcə bizi çaşdıran odur ki, biz öz dilimizə çevirəndə onu gecikmək kimi çeviririk. Ona görə bizə çaşdırıcı gəlir. Amma bilin ki, to be ilə istifadə olunan formalar var. Misal üçün, to be fond of. To be fond of nədir? Xoşlamaq. Sən onu cümlədə işlənsə əgər, sən onu passive voice götürə bilərsən, to be-nin forması. Misal deyirəm ki, deyirəm ki, my, deyək ki, sister, mənim bacım, neyinir? Nə bilim, is, fond of. Nə deyək, playing, oynamaq xoşlayır. Sən bu cümləni passive voice götürə bilərsən? Təbii ki, yox. Niyə? Çünki bu ifadədir. To be fond of birləşmədə. Bunlar passive voice deyil uşaqlar, bunlar to be-lə işlənən ifadələrdir. Sonra başqa nələr çaşdırıcı ola bilər sizə? Həzbinin, sadəcə to be-nin idiki bitmiş zaman formasıdır. Elə hər dəfə bin olanda elə bilməyini o passive voice düzəlir. Elə bir ki, to be-nin idiki zaman forması nədir? Əmlisar, düzdür. Keçmiş zaman forması nədir? Was were. Gələcək zaman forması nədir? Will, shall. Nə bilim, bitmiş zaman forması nədir? Have been, has been. Keçmiş bitmiş nədir? Had been. Yəni, had been, has been, had been-dən sonra əgər
üçüncü formal fe'l gəlirsə, onda biz ona passive voice deyirik. Amma sifət gəlirsə, isim gəlirsə, o passive voice deyil. O sadəcə zaman olaraq indiki bitmiş zamandadır və məlum növlü cümlədir. Aydındır? Başqa nə deyəcəkdim? Bəzi ifadələr var ki, bizi çaşdırır. Misal üçün, deyir ki, she, baxın, deyir ki, she's excited. Siz bunu passive voice götürə bilərsiniz. She's excited, nə bilim, və yaxud da deyir ki, deyir ki, deyək ki, interested. He's interested, nə deyək, deyək ki, in football. Passive voice götürərsiniz bunu, xeyr. Baxın, bunlar biraz çaşdırıcıdır. To be var, bir də idili sözdür. Uşaq elə bilir ki, bu passive voice-dur, tez qaçırımdan götür. Yadınızda qalsın ki, bəzi mən bir PDF var, orada olan hamısını yazmışam. To be ilə olan ifadələrdir ki, özündən sonra idili söz gəlir. Əslində onlar sifətdir. Misal, exciteddir, interesteddir. Bunlar sifətdir, to be ilə işlənən ifadələrdir. Və bunu heç vaxt siz passive voice götürə bilmərsiniz. Başqa hansılar ola bilər? Bildiyiniz hansıdır? To be tired. To be tired ifadəsi deyirəm ki, misal üçün, I am tired. Mən bunu passive voice götürə bilərəm. Xeyr, mən yorğunam. Bu sifət deyil. Və yaxud da bəli, deyirəm ki, misal üçün, nə bilim, Bakı Xəzərdən sahilində yerləşir. Deyirəm ki, Baku is located və ya da situated də deyə bilərəm. Bu ifadələri gördüksə elə bilməyin ki, nədir? On the tutalım ki, on the shore of the Caspian Sea və s. Caspian Sea. Hə. Baxın, yadınızda qalsın ki, to be situateddir, to be locateddir. Bu ifadələr gördünüzsə, bilin ki, passive voice deyil onlar. Onlar passive voice deyil. Sadəcə, necə passive voice? Deyirsən ki, başı yerləşdirilir. Başı yerləşir, yoxsa başı yerləşir deyirsən də. Burada məhsulluq yoxdur ya. Deməli, hansı ifadələrdir? To be excited, to be interested, nə bilim, to be tired, to be situated, to be located. Sonra nə ola bilər? To be dressed in, geyinmə. Bax, bu da ifadə. Bəli, və tərcümə lap rahat tapmaq olar üzrə. Bax, tutan deyirəm ki, deyək ki, she was dressed, nə deyək, dressed in, nə bilim, red. O qırmızı giyinmişdir. Bu var, bu passive voice deyil. Bəzi uşaq bunu görən kimi tez qaçır ki, hə, bu voice üstə gəlir ilgili fe'l, amma bu passive voice deyil. Bu hazır, yəni birləşmədir, to be dressed in ifadədir. Bunu biz passive voice götürə bilməyik, gətirək. Aydındır? Başqa nə var? Məsələn, to be shocked, to be surprised, nə bilim, to be astonished, təəccüblənmək, to be proud. Bunları gördüksə, heç vaxt bunu passive voice götürə bilmərsiniz. Aydındır? Onun seansını yenə də deyirəm, yazmışam, göndərəcəm, əzbərləyirsiniz onlara. Əzbərləyirsiniz ki, testlərdə düşəndə çaşıb qalmayasınız. Yadda qalar? Yaxşı. Bu belə, bu oldu, passive voice-da olan cümlələri tapın. Yenə təkrar edəm, nəqli cümlədirsə, mütləq to be-dən sonra nə gəlməlidir? Üçüncü forma fe'l gəlməlidir ki, sən o passive voice deyəsən. Gördüyün isim gəlib, sifət gəlib, ancaq fe'l gəlibsə, deməli o passive voice deyil. Gəlin, indi bir test nömrəsinə baxaq, sonra keçək çevirib çevirməməklərə baxarıq. Onu da çox sözsüz işlərik, deyək görün. Bu sualdır. Hə, indi gəlin baxaq bir dənə sual nömrəsinə. Misal üçün, 26-ya bir dənə baxaq, 26-ya. 26-ya baxaq. Aha. Lost man, birinci. Baxın bir dənə. Lost fe'ldir. Bax, 3 ola bilməz. Niyə ola bilməz? Niyə? Çünki isimsiz işlənən illər kəlməsidir. Deyir ki, was the pen given as a gift? Deyir ki, hədiyyə kimi verilmiş qələm 12 idi. Burada da 4-də də expensive sifətdir. Deməli, bunu passive voice götürə bilərik? Yox. Deyir ki, hədiyyə kimi verilmiş qələm baha idi. Burada was bu expensive sözünə aiddir. Deməli, bunu passive voice götürə bilmərik. Və yaxud da gəldik bura. Yenə də cümlə necə cümlədir? Sual cümləsidir. Düzdür. Cümlənin sonunda nə görürük? Important sifət görürük. Götürə bilərsiniz passive voice, qətiyyən. Deməli, biri çıxdı. Bizdən passive voice soruşur. İkinci cümlədə sual cümləsidir. Baxırıq, word'dan sonra deyir gəlmir. Word the rules written by the teacher learned. Bu düzdür də. Deyir ki, müəllimin yazdığı qaydaları öyrənilməlidir. Bu düzdür. Passive voice-dur. 3-də, bəli, deyir ki, dünən yazıldı müəllim tərəfindən. 4-də, çünki word'dən bin olmaz. Bəli, bax, belə tapırıq. Düzdür. Word'dən bin olmaz. Davam etçi zaman onda being, sonra written olur. Being olur orada, being. Onun heç bu işləm üstündə, gəlin bura baxaq. Aha, gəlin bura baxaq. Yenə də deyir ki, passive voice-da olan cümləni seçin. Baxaq, biri götürə bilərik kimi, bəli, həzbin avoid. Avoid nədir? Mükafatlandırmaq. Bu düzdür. Bax, bunu deyirdim. Located, görsüz yerləşir. Bu nədir? Passive voice deyil, to be located. Bura diqqətlə bulasın, Nuray.
Sonra 3-də was born düzdür, anadan olmuşam, yəni doğulmaq deməkdir də, doğulmaq. Əslində beyədir, beyə doğmaq deməkdir. Onun üçüncü forması born olur, bu düzdür, passive voice-dur. 4-də isə, niyə səhvdir? Niyə səhvdir? Heç cümlədə to be-nin forması yoxdur ki. Var to be-nin forması. Əgər sənin cümləndə to be-nin forması yoxdursa, sən o passive voice götürə bilmərsən, bu səhvdir. Bəs 5-də? Hə? Was spoken-da bəlidir. Mən oyadıldım. Bax, səsdən. Gördünüz, was to be-nin forması üstəcə üçüncü format verimiz var. Demək, passive voice-dur. 3 necə oldu? Hansı 3? Baxaq, buradan. Hə də Martin doğuluqda. Martin anası dünyaya gətirdi, öz-özünə gəlmir ki, dünya. Yəni, o da doğulmaq mənası verir. Yəni, was born ümumiyyətlə yadınızda qalsın ki, passive voice-dur. Yaxşı, indi buna baxaq. Birinci cümlə, passive voice götürə bilərik. Bəli. Çünki nə deyir burada? Was made. Orada gold isimdir ya. Elə bilərsiniz. Deyir ki, bu üzük deyir qızıldan hazırlanır. Bax, hazırlanır. Yox, golden olsa golden. İyen olsa sifət olacaq. Azərbaycan isim götürür qızıl. Hə, qızıl gold isimdir də. Amma golden olsa qızılı. Onda sifət olur. Amma bu isimdir. Deməli, biri götürürük passive voice. 2-ni götürə bilərikmi? Niyə götürürük? Çünki passive voice deyil. Çünki to be-nin forması yoxdur cümlədə. Asət dərsə bular. To be-nin forması yoxdur cümlədə. Ona görə götürmürük. 3-ü götürə bilərik. Were the people invited to the party your friends? Bəli. 4-ə baxaq hələ. Niyə? Götürə bilərsən. Couldn't be repaired. Modal feilin məchul növüdür. Deyir ki, bu saat deyir şey nədə təmir oluna bilməzlər. Bu düzdür. Bəs 5-də? Necə? 3-də gördən sözlər olmalı, niyə götürməyəcək? Nə olmalıdır, başa düşürəm. Zeyir gələndə passive voice olmur ki. Zeyir gələndə passive voice olmur. Bu düzdür də, were invited, dəvət olundu, deyir insanlar, daha doğrusu partiyə dəvət, nə deyir burada, dəvət olmuş insanlar sənin dostlarındır. 3 deyil, heç çox fikir verməmək. 3 deyil, uşaqlar. 3 passive voice deyil. 1 passive voice-dur, 2 passive voice deyil. 3-də deyir ki, bu to be-nin forması buna aiddir. Deyir ki, partiyə dəvət olmuş insanlar sənin dostların idi. Burada ididir, to be-nin forması buna aiddir. Onu tərcümədir ki, düşməyəcək, o to be düşməyəcəksə. 4 düzdür, 4. 5-də isə niyə görə götürülür 5-ə? Çünki taste sifətdir, cümlənin sonunda, sual cümləsinin sonunda sifət varsa, deməli o passive voice hesab olunur. Daha doğrusu passive voice hesab olunmuş. İndi gəldik bura, baxın bura. Biri götürə bilərsiniz. Bəli də, deyir ki, his broken leg was put by the doctor. Həkim tərəfindən sağaldı da. Bəli, 2-ni götürə bilmərik. To be proud of ifadəsini fəxr etmək. 3-ü götürə bilərsiniz. Bu talented nədir talented? İstedadlı, sifətdir, yox. Biz deməmişik ki, to be-dən sonra sifət gəlirsə passive voice deyil. Bəs bu 4-dən götürürük. Was asked, soruşuldu da, ondan soruşuldu. Bunu götürürük. Sonra bəs 5-dən? 5-dən? Bu birləşmədir, to be married. To be married evli olmaq deməkdir. Eyni ilə to be interested, to be located, to be situated kimi bu sadəcə əzbərləməsiniz. Yenə dedim, göndərəcəm, öyrənəcəksiniz onları. O birləşmədə evlidir, ikidir ki. Bu to be married ifadəsidir. Bu cümlə birazcıq elədir ki, şeydən ziyarlənir. Birincidə olmur. Niyə olmur? Çünki cümlənin sonunda yours var. İsimsiz işlərin yer kəbəsi. Onu geçirdiniz. 2-də düzdür və has the box been brought to bu düzdür də. 3-də beautiful gəlib sifət olmur. 4-də düzdür, bəli, 4 düzdür də. Bəs 5-də situated-dir, baxan yerləşir. Deməli, to be located, to be situated olanda nə olur? Passive voice olmur, ümumiyyətlə, olmur. Bunu da eyni şeydir, baxan, nə bilim, nələr çıxmışıq burada. Bəsdir, keçir onda obursuna. Bunu bildiniz də. Obursu nasıldır? Bunu bildir. Bir də bundan da baxan yaxşı, bir də bundan da baxan. Bəli, burada baxın expensive var çıxdı, sifətdir. Sonra this is, bu lazımdır, bu dizlə olan ifadələrdir. Ola da artıq demək olar ki, istifadə olunmuş. This is, onu desəm ki, beyniniz qarşılacaq. Ona görə o düşünürsə heç lazım deyil. Baxın, görmələr deyəcəm, indi deyəcəm. Mənə nə lazım? Bir də mən baxın 25-ə. Bir də 25 dediyim, ondan sonra tutarıq. 25-dən. Bax, yenə də.
Hə, cümlə necə cümlədir? Sual cümləsidir, düzdür? Sual cümləsidir və birinci cümlədə nə görürük cümləsi? Nə görürük? Difficult. Difficult nədir? Sifətdir. Deməli, passive voice-lər çıxdı. 2-də were there-də. Demədik ki, was there, is there, are there, were there. Varsa passive voice-lər çıxdı. 3 ilə 4 düşdü. Bildiniz? Yaxşı, keçdik indi passive voice-ə çevrilə bilən və yaxud da bilməyən cümlələr. Bir dənə onu da deyirəm, ondan sonra tutarım. Da passive voice bitdi. Yaxşı, baxın uşaqlar, mən ilk dəstə izah edəndə sizə dedim ki, hansı cümlələr passive voice-ə çevrilir? Tamamlığı olan cümlə. Tamamlıq ingilis dilində də, daha doğrusu Azərbaycan dilində olduğu kimi kimə kimi, nəyə nəyi, nə haqqında, kim haqqında. Yəni bu suallara cavab verən sözdür də tamamlıq, düzdür? Siz əvvəlcə feilin, ona görə bax feilin mənalarını bilməlisiniz. Bax sizə qayda feillər göndərdim, dedim onları əzbərləyin, mənasına kimi əzbərləyin. Çünki düşəcək, diliniz qalacaqsınız, deyəcəksiniz bu. Yəni o şərt o deyil, öyrəndim, onu əzbərlədim. Mənasını bilməlisiniz ki, bu cür hallarda Nuray dərsə qulaq. Bu cür hallarda siz tapa biləsiniz ki, orada görün necə tərcümə olur. Bax misal üçün sizə cümlə düşür, yazır ki orada nə deyir? Deyir ki, dediyor, baxın dediyor, disappear, deyir ki, disappear. Deyir ki, in this forest. Deyir ki, bu cümlə, sizə soruşur ki, deyir ki, nə bilim, which sentence can be changed into the passive voice, ya da cannot be changed. Bu cümləni biz passive voice-a çevirə bilərik. Niyə? Çünki disappear nə deməkdir? Nə deməkdir disappear? Yoxa çıxmaq. Yoxa çıxmaq sözündən sonra biz kimə, kimi, nəyə sonuc verə bilən bir söz qoya bilərik, qoya bilmərik. Bu passive voice-a çevrilə bilmir. Birinci növbədə feilin mənası, həm də tamamlığın yoxdur da, feilin mənası bilməsin. Və yaxud da, tutan isə cümlə düşür, deyir ki, she arrived, deyir ki, she arrived at, bax ki, home deyək, hə, she arrived home. Nə deyək? Deyək ki, very late. Hə. Çevirə bilərsiniz bu cümləni. Niyə? Ərab nə deməkdir? Ərab çatdı. Çatdı. Hara? Nə zaman? Görsünüz, özündən sonra tamamlıq qəbul edən feil deyil. Ona görə biz bunu passive voice-a çevirə bilmərik. Amma desəm ki, tutalım ki, nə bilim, bought, a book, o kitab aldı, bunu ama çevirə bilərsiniz. Deyirsən, kitab al, o aldı, nəyi? Kitabı. Hansı feil üçün sual verirsən, özündən sonra tamamlıq qəbul edən söz varsa çevirə bilir. Tərcümə ilə eləmək olar. Və tərcümə lap rahatdır, lap rahat. Bax, misal üçün, deyirsən ki, this accident, baxın, this accident, necə? Has happened. Nə deyək? This morning. Bu səhər var, burada da yoxdur tamamı. Çevirə bilərsiniz bu cümləni. Hə? Hanı burada sizin feiliniz? Xəbəriniz hanı burada? Has happened. Happen nə deməkdir? Baş verir. Deyirsən bu qəza bu səhər baş verir. Varmı burada bizim tamamlığımız? Yoxdur. Deməli çevirə bilmərik də biz bunu. Tamamlığı olmayan cümləni passive voice-a çevirmək olmaz. Bildiniz? Baxın görmələ buna aid testlər varmı? Biraz da ondan işləyək, ondan sonra keçərək istiyimizə, dediyimizə deyəsən bunu. Mən düşündüm passive voice olmayan məsələni biz onu seçəcəyik, tamamlıq olmayan cümləni. Sənə deyəcək ki, indi onu axtaran deyil, sənə deyəcək ki, which sentence can be changed or cannot be changed. Deyəcək, hansı çevrilə bilir, hansı çevrilə bilir. Deyək, baxın, bu şəkildə olacaq da, görüm yazım müəssisəsi varmı bunun? Yazım müəssisəsi, hə, bax burada. Bax, bir dənə qulasın, hamı diqqət edən olsun. Misal üçün 15-ci testə baxın, sizə nə soruşur başlıqda, nə deyir oradan? Deyir ki, which sentences can't be changed. Çevrilə bilməyən, çevrilə bilməyən cümləni seçin. Baxın, birinci cümlədə bizim feilimiz hansıdır? Last nə deməkdir? Müəllim deyir. Amma davam edəmək. Biz keçməmişik continue, go on, last, davam etmək. Deyir ki, əməliyyat davam elədi. Davam elədi. Var tamamlıq, təxminin 2 saat davam elədi.
Təxminən 2 saat nə qədər davam elədi bu zaman zərfidir? Var tamamlıq? Yoxdur. Deməli çevirə bilmir. çevirmək olur. İkidə deyir ki, biz aldıq. Biz nəyi aldıq? Nəyi? Some new office furniture. Yeni necə ofis mebeli aldıq? Bu çevrilə bilir. Getdi. Üçdə deyir ki, the journey takes. Deyir ki, səyahət about 6 hours. Təxminən 6 saat başa gəldi. Belə deyək, 6 saat çəkdi. Səyahət 6 saat çəkdi. Görürsünüz, take fiilimiz var, amma özündən sonra nə gəlir? Zaman gəlir, tamamlıq gəlmir. Çevrilə bilməz. Amma 4-ə baxan, deyir he switched. O deyir, qoşdu. Yəni yandırdı. Nəyi? Televizyoru. Görürsünüz, özündən sonra tamamlığa gəlir. Gördünüz ki, fiildən sonra kimə, kimi, nəyə sonra cavabına tamamlıq başsa çevirə bilir, yoxsa çevirə bilmir. İndi gəlin bura baxaq. Hanı burada? Birinci cümlədə, Rəhmə bura diqqət edin. Birinci cümlədə hanı bizim fiilimiz? Fiilimiz oradadır. Odur nədir? Zakaz eləmək. Bəli, sifariş eləmək, zakaz əmr etmək, sifariş etmək mənası var. Deməkdir ki, mən sifariş elədim. Nəyi? Baxın bir də. New computer, yeni kompüter. Deməli, new computer gələcək cümlənin əvvəlinə, düzdür, bir çevrilir. İkidə took part nə deməkdir? Take part, baş vermək. Take part, daha doğrusu iştirak eləmək. Take place baş verməkdir, take place baş verməkdir. Amma take part iştirak eləməkdir. Deyir ki, o iştirak elədi. Harada iştirak elədi? Harada? Konsertdə. Çevrilə bilmirsən də. Harada sualına cavab. Ümumiyyətlə, harada, nə zaman sualına cavab verən söz gəlsə, deməli, sən bu passive voice çevirə bilməsən. Üçdə bax, comes out. Heç burada ümumiyyətlə deyib 5-ci günlər deyir çıxır da, yerli qəzetlər. Comes out, ümumiyyətlə, come feilini, go feilini, ära feilini gördüksə birinci passive voice çevirilir. Bunu görürük. 4-də deyir ki, o verdi. Nəyi verdi? Sifarişini kimə verir? 2 dəfə tamamlıqları aksiyanta verir. Deməli, 2 dənə tamamlığı var. Qeyd ümumiyyətlə təsirli feildir, özündən sonra tamamlıq qəbul edən feildir. Ona görə passive voice çevrilə bilir. Hər hansı bir dənəsi işlədəcəm, ondan sonra Zəhra belə görəm ki, nəsə evlən başa düşmür. Zəhra başla. 17-də. Birinci cümlə. Çevrilə bilər. Səndən nə soruşur birinci ol gel? Nə soruşur səndən? Heç kim bilməsin. Zəhra deyəcəm. Hə. Çevrilə bilməyən soruşur. Başladığında nə deyir sənə? Hansı cümlə, passive çevrilə bilər, çevrilə bilməyən. İkisi də bilmir baxın. Biri bildir. Çevrilə bilməyən də sənə. Cannot bil. Çevrilə bilməyən. Hə. Biri çevirə bilərsən. Sən burada xəbər nasıldır? Pay nə deməkdir? Ödəmək. Deyir, o ödədi. O ödədi. Nəyi? Hesabı. Çevrilə bilir də bu. Götürürük. İki də hanı sənin? Hanı sənin feilin? Pas nədir? Pasru. Pasru nədir? Pas. Keçmək. Haradan, neşədən, gözünə çevrilə bilmir. Çevrilə bilmir. Sonra, 3də, hanı sənin feilin? Los nədir? Hə, itirmək. Onlar itirdilər. Nəyi? Bütün var-dövlətlərini deyək də çevrilə bilir. Bu nədir? The train leaves. Qatar getdi. Hardan getdi? Platformadan. Saat 10'da gelir. Daha doğrusu gelir. Burada çevrilə bilmir. Rəhmən, deyir görün bunu. Bir onu. Arrive, I saw. Arrive olur əslində. Sənə deyir ki, çevirə bilməyənləri götürürük. Deyir ki, saat 11'də gəlir. Hə, 2-də çevrilə bilir də. Deyir ki, I dropped. Mən deyir, əlimdən saldım da. Nəyi saldım əlimdən? Saatımı çevrilə bilir. Sonra 3-də? Böyle yox, sənə çevrilə bilməyənlər soruşur. Deyir ki, hakim göndərdi onu. Göndərdi kimi? Onu. Bax görsən, obyekt əvəzi gəlir. Obyekt əvəzi gəlsə, deməli tamamlıqda bu çevrilə bilir. Bəs 4-də? 4-də. Bəli, deyir ki, kovboylar qayıtdılar. Hara qayıtdılar? Hara? Fermiyə qayıtdılar. Baxın, bütün qayıtmaq. Feilin ən gözəl feilin mənası bilməkdir. Feilin mənası bildirsə çevirək. Bir dənə Ayşə bunu da deyək, ondan sonra keçək tapşırığımıza. Hə, deyək. Bir olmur. Ayşə olur. Hanı burada feilimiz bizim? Liv nədir? Yaşayış. Deyir ki, onun bütün qohumları yaşayır. Harada yaşayır? Kənddə. Görürsünüz, burada çevrilə bilməz. Çünki nəyi, kimi sualına, kimə, nəyə sualına cavab verən tamamımız yoxdur. Götürürük, çevrilə bilməyənləridir. Sonra 2-də? 2-də misfit feildir, bu olur. Deyir ki, onlar ötürdülər. Yəni, əldən qaçırdılar da. Nəyi, sonuncu qatara çevrilə bilmən. Hə, bizə nə deyir? Bizə deyir ki, çevrilə bilməyənləri. Yanında bax, çevrilə bilməyən 1-də, amma bu çevrilə bilir. 3-də? 3-də? Hit nədir hit? Nə idi hit?
Gizlənmək, gizlətmək. Gizlənmək, gizlətmək. Burada gizlənmək. Deyir ki, şihid, o gizləndi. Harda gizləndi? Böyük ağacın arxasında gizləndi. Gizlənmək. Demək, bu çevrilmir də. Çünki yoxdur, ondan sonra tamamlığı yoxdur. Dörddə. Bir qaldırdı, onlar qaldırdılar. Nəyi, yelkəni var. Burada görürsünüz, qaldırdılar. Nəyi, tamamlıq gəlib, dözümdən sonra. Deməli, nəyə bilməliyik biz? Feillərin mənası bilməliyik ki, çevirməyə də rahat bilək. Yaxşı, bunda deyə qalmışam. Baxa, bir dənə buna da baxa. Yenə də deyib, çevrilə bilməyənlərə. Baxa, birinci cümlədə feilimiz hansıdır? Əpir nədir? Görünmək. Deyir ki, yad bir heyvan görürsə, harda, meşədə çevrilə bilmir. İkidə, deyir ki, çox az insan bilir, nəyi, sirri çevrilə bilir. Günəş batdı, harda batdı, qərbdə çevrilmir. Amma deyirsən ki, günəş isidir, nəyi, dünyanın. Bu da çevrilə bilir. Bildiniz? Yaxşı. Pauza verin, keçək listinizə, bildiyinizə.